Salam, axşamınız xeyir. Mən də çox bilmirəm, prosta çalışıb başa salmağa çalışacağam. Deməli, bizə bu cədvəl veriləcək. Burada veriləcək hissəni göstərim sizə. X, Y, N, 1, 2, 3 və bu. Yəni, bu hissə bizə veriləcək hissədir. Geri qalan heç nə verilməyəcək. Bizim əzbərləməmiz gərəkən hissə də bir bu düsturdur, bir bu iki düsturdur, bir də budur. Yəni, bunu biz əzbərləməliyik. Əsas budur. Yəni, bu biraz yaddan çıxma ehtimalı olan bir şeydir. Bu lazım deyil bizə. Yəni Y ilə Y' arasındakı fərqdir ki, bu olur burada. Ona başa salacağım niyə olduğunu. Deməli, biz hardan başlayırıq? Rekorda baxım. Okay, rekord gedir. Deməli, biz başlayırıq birinci bizə verilənlərdən. Bunu birbaşa, yəni misal veriləndə birbaşa biz bu düsturu yaza bilirik. Bu çünki formuladır, yəni düsturdur. Birbaşa bunu yazırıq. N A0 plus A1 X i'nin cəmi bərabərdir Y i'nin cəminə. A0 X i'nin cəmi plus A1 X i kvadratının cəmi bərabərdir X i vurulsun Y i'nin cəmi. Deməli, bizə burada verilənlər nədir? N'dir. N'in bizə cəmini tapmalıyıq. 3 dənə olduğu üçün, yəni bu yoxlamadır. Üçüncü 3 dənə yoxlama olunubdur. Deməli, 3 dənə N 3'dür. A0'ı bilmirik. X i'nin cəmini tapa bilərik. X bizə verilib 2, 3, 5. Cəmi olur 10. Y i'nin cəmini tapa bilərik. Y-in verilənləri 1, 6, 8'dir. Cəmi 15'dir. Eyniliklə A0'ı tapırıq. Bilmirik nədir. X i'nin cəmi verilibdir 10'dur. Plus X i'nin kvadratını tapa bilərik. X i'nin kvadratı necə tapılır? Burada adicə verilən X'ları vurursan. Yəni 2 vur 2, 4, 2'nin kvadratı 4, 3'ün kvadratı 9, 5'in kvadratı 25. Və onun cəmini də tapa bilirik. 4, 9, 25'in cəmi də edir 38. X vurulsun Y-in də cəmini adicə bizə verilən X-lə Y-dən tapırıq. 2 vur 1, 2, 3 vur 6, 18, 5 vur 8, 40 və bunların cəmi də eləyir 60. Burada hər şeyi tapdıq biz A0-dan A1'lər xaricində. İndi bunu olduğu kimi yazırıq bura bizə verilənlər. N 3 idi, 3 A0 plus A1 yoxdur bizdə. X i'nin cəmi 10. 10 A1 bərabərdir 15'ə. Niyə? Çünki Y-in cəmi də 15'dir. İkinci tənliyimiz olur. X i idi 10. 10 A0. A0'ımız yoxdur. Çünki 10 A0 plus 38 A1. Niyə? Çünki X i'nin kvadratının cəmi 38'dir. A1 də olduğu kimi qalır. Bərabərdir X i'nin Y-yə hasilinin cəmi 60'a. Bu iki bizdə tənliklər oldu. Burada adicə tənlikləri açıb vurub, yəni yuxarını 10'a vurub, aşağını 3'ə vurub, 30 A0 olduğu üçün bir-birindən çıxıb, burayla buranın da bir-birindən çıxanda 14 A1 qalıb, 14 A1'i bərabərləşdirib 30'a, A1'i bərabər edib 15 bölünsün 7'yə. A1 var bizdə. İndi bizi tapmalıyıq A0'ı. İndi bu tənlikdə də adicə hər hansısa ikisindən birini, indi bu daha kiçik olduğu üçün buna qoyub, A1'in yerinə 15 bölünsün 7'ni qoysaq, biz onsuz da A0'ı tapa bilərik. Buradan da tapılıb ki, A0 bərabərdir, uzatmayayım, mənfi 15 bölünsün 7. Yəni, bizdə A0, daha doğrusu A1 15 bölünsün 7'dir, A0 isə mənfi 15 bölünsün 7'dir. Bizdə ikisi də var. Yəni, bu misalı tam əslində yaza bilirik biz. İndi bizim bizə lazım olan nədir? Y'-dir. Y'-i də tapmaq üçün nə edirik? Y'-də nəyə lazım bizə? Errorun tapılması üçün. Çünki errorun düsturu Y çıxılsın, Y' var bizdə. Y 1'dir, 6'dır, 8'dir. Amma Y' yoxdur. Y' də necə tapılır? A0 plus A1 X-la. Burada da nə edir? A0 var bizdə, mənfi 15 bölünsün 7, plus da 15 bölünsün 7'dir. Yəni, bu Y adicə, belə deyim də, Y'-in düsturudur. Bu düstura əsasən yazılır, Y'. A1 buradakı A1'dir, A0, daha doğrusu birinci A0 gəlir. A0 buradakı A0'dır, A1 buradakı A1'dir. Bu düsturda da kiçik yazıb müəllim, amma A0 plus A1 X-dir bu. X da 1-1 bizdəki buradakı X-lardır. 2, 3, 5. Birinci 2 qoyuruq, bunu alırıq. 3 qoyuruq, bunu alırıq. 5 qoyuruq, bunu alırıq.
Burada yer tutmasın. Bunları da buraya yazırıq. Y ştrixdə bir dəqiqə. Okay. Y ştrixin 1 qoyanda, yəni birincisində x'in yerinə 2 qoyanda nə olur? X'in yerinə 3 qoyanda nə olur? X'in yerinə 5 qoyanda nə olur? Yəni bildiyimiz adicə A0 plus A1'i olduğu kimi yazıq. Yanında A1 vurulsun X'a da X'a birinci 2 qoyduq, X'a 3 qoyduq, X'a 5 qoyduq, bura yazıq. Ucu bizdə Y ştrix də var. Y ştrixi tapanda da ucu bizə lazımdır errorun düsturu. Errorun düsturu da nədir? Y çıxılsın Y ştrix. O da bizdə var. Y-ımız 1'dir. 1 çıxılsın. Birinci Y ştriximiz 15 bölü 7'dir. Bərabər olur. -8 bölünsün 7'yə. Y2'miz 6'dır. Y3'ümüz 8'dir. Y ikincidən, Y ştrix ikincidən 30 bölünsün 7'dir. Bu alınıbdır. Y üçüncüdən 60 bölünsün 7'dir. Bu alınıbdır. Ucu bizdə error da var və errorların cəmini də tapmaq artıq rahat. Bunları cəmləyirik. Alınır 0. Bu qədər. Mən də nəyi soruşduğunu və yaxud da nə soruşsa nə eləməliyik bilmirəm. Sadəcə burada məqsəd nədir? Ümumi bu misalın məqsədi nədir? Errorların cəmi həmişə 0 olmalıdır. Biz bunu isbat etməyə çalışırıq. Və yəni müəllim konkret nə soruşacaq bilmirəm. Elə bu misalı soruşanda bu xətti reqressiyadır. Mənim fikrimcə elə bunu verəcək və biz dediyinə qalsa elə bunları yazsaq məncə tam bal verəcək. Yəni bizdə burada əzbərləməmiz gerəkən düsturlar və s. nədir? Birinci bu iki düsturdur. Hansı ki buradadır bu. N A0 plus A1 XI'lərin cəmi bərabərdir YI'lərin cəminə. A0 XI'nin cəmi plus A1 XI'nin kvadratının cəmi bərabərdir X vurulsun YI'nin hasillərinin yəni cəminə. Bir bunu bilməliyik. Errorun düsturunu bilməliyik. Errorun düsturu nədir? Error bərabərdir Y çıxılsın Y ştrix. Y ştrixi tapmaq üçün də Y ştrixin düsturunu tapmalıyıq. O da nədir? A0 plus A1 X-a. Və bu tənlikləri də buradakı bu tənliklər yəni elə buradakı tənliklərdir. Biz bu formula əsasən N-i, X-i'nin cəmini, X-i'nin kvadratının cəmini, X-i'nin hasilinin cəmini elə olduğu kimi buraya yazırıq. Bu da adi xətti tənlikdə. Bu xətti tənliklə də A0, A1'i tapırıq. A0, A1'i tapandan sonra Y ştrixi tapırıq. Y ştrixi tapandan sonra da error tapırıq. Errorun cəmi də burada errorun cəmini 3 dənəsini tapırıq. Errorun cəmi də verməlidir bizə 0. Belədir. Yəni əzbərləmək lazım dediyim kimi. Bu 3 dənə düsturu əzbərləyib imtahana girmək lazımdır. Təqdimatlara da hələ ki baxmamışam. Belə, bu qədər.